Daha bir müştərimiz nəhayət ki, öz arzusuna çatmış oldu. Bəs biz iComp komandası olaraq ona necə bir masaüstü kompüter hazırladıq? Gəlin birlikdə baxaq. Tanış olun, bu gənc oğlanın adı Yusifdir. Yusif Büynərim çox xoşbəxtdir, çünki uzun illərdir arzu etdiyi masaüstü kompütera nəhayət ki, sahib oldu. Yusif bizim eyni zamanda köhnə müştərimizdir. Bundan öncə də bizdən operativ yaddaş sifariş eləmişdi. Bu dəfə isə super bir sistem blok əldə etdi. Yusif dedi ki, elə bir sistem blok yığaq ki, o yox sözü tanımasın. Bu səbəbdən prosesoru biz Intel Core i9 14900KF seçdik. Gördüyünüz Liquid Cooler, hansı ki smart ekranı var, Deepcool firmasından. O prosesoru tam şəkildə soyuda biləcək. Əlavə olaraq ona deyim ki, bütün detallar birmənalı şəkildə Z790 ana platası üzərinə yığılıb. Yusuf dedi ki, mən 32 GB operativ istəmirəm yaddaş olaraq. 64 GB minimal olsun, təbii ki, onun sözünə qulaq astıq və eyni zamanda 4 TB M2 sürətli SSD istədi. Depolama bağlı, yaddaşla bağlı problemi olmasın deyə. Və təbii ki, bu sistem blokda ürək açan məqamlardan biri də videokartanın 16 GB, yəni RTX 5080 olmasıdır. Bütün detalları müştərinin zövqünə uyğun olsun deyə ağ deməli, detallara daha çox üstünlük verdi. Monitor seçimini Asus ROG Strix 27 düym monitor, 2K ekran genişliyi və 255 Hz. Təbii ki, bu sistem bloka düşünürəm ki, çox yaraşır. Case'i də özel olaraq ağ case seçdik və case'i fikir versinizsə aşağı hissəsində smart ekranı mövcuddur. Buradan da təbii ki, prosesorun və videokartanın dərəcəsini izləmək olar. Aksesuarlara gəldikdə 199 manat məbləğində özünə rəqib tanımayan HyperX-dən Cloud 3 qulaqlığı 2 ədəd əldə etdi müştəri. Auladan F75 Max möhtəşəm bir klaviaturadır. Deyərdim ki, öz qiymətində ən yaxşı hətta klaviaturalardan biridir. Və təbii ki, Asus ROG Strix-dən Gaming Mouse. Bəzi detalları, aksesuarları müştəri öz əldə etmiş oldu, bəzilərini isə biz hədiyyə vermiş olduq. Nəticədə super bir sistem blok Yusifə qismət oldu. Yusifi təbrik edirik və təbii ki, bizi izləyən hər kəsə ən azından belə bir sistem blokun qismət olmasını arzu edirik, təbii ki, iComp'dan. Qiymətə gəldikdə qiymət dövlət sirridir. Kim maraqlıdırsa, zəhmət olmasa bizə yazın, ətraflı məlumat verəcəyik.